Esselamu Aleyküm ve Rahmetullah. Ve aleyküm salam. Allah size bereket versin. Şeyh, Allah razı olsun. sizə belə bir məlumatlar gəlib çatır ki, bəzi rayonlarda Adilin ətrafında olan elm tələbələrindən də, xüsusən dəvətlərində fəal olanlar, Adilin ətrafında cəmaat. Yəni, adi sıravilər yox, fəal dəvətçilərinin bəziləri bizim sələfi qardaşlarımızın arxasında namaz qılmırlar. Bizim sələfi qardaşlarımız haradakı məsələn imam təyin edib orada qılırlar, namazı salamını verəndən sonra özləri ayrıca qılırlar. Yəni, bu barədə belə bir-iki dənə bizə məlumatlar çatır. Bir dənə mümkünsə bu barədə bizə açıqlama verərdik ki, bunlar niyə, nə səbəb, niyə belə deyirlər, bunu eləmək olarmı? Yəni, biz bildiyimiz gibi sələfin arxasında namaz qılmamaq özü də bidət deyil. Düzdürmü? Yəni, biz bəlkə bilməyəm nələrsə var, bəlkə haqlı olaraq qılınırlar. Bizə bir açıqlama verərdiniz bu barədə. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə məllə nəbiyyə və də əmmə bə'd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Ümumiyyətlə, bu namaz məsələsi, kimin arxasını qılmaq və s. İmam ta müsəlman sayılırsa, hələm qiblə əhli sayılırsa, dindən çıxmayıbsa, onun arxasında namaz qılınır, caizdir, səhihdir namaz. Ona görə, nəinki sələfin arxasında namazı tərk eləmək bidət. Hətta bidətçinin arxasında namazı tərk eləmək eləyən bidətçi dözü. Hələn bidətçinin. Ona görə Əhl-i-Sünnə və Cəmaət, yəni qılırıq, biz qılırıq əlhamdülillah. Hətta bidətçilərin arxasında da özünüz görürsünüz məscidlərə gedirik və s. Amma bəli, heç ayıb etməz. Təbii ki, bilirsiniz, o Mumeyyi cəmaatı, əslində Mumeyyilik nədir? Mumeyyilik kimin əqidəsi biraz sələfə yaxındırsa, mənhəcində problem varsa, Mumeyyilər əhli adamlardan çəkindirmirlər. Mumeyyilər hətta məsləhət görə bilərlər. Hətta deyə bilərlər ki, onlarda bir dənə əsas nəyi tutublar? Xeyri götür, zərəri qoy. Ona görə ümumi cəmaata bunu təklif edirlər, bu üslubu, bu mənhəci, yolu. Və ümumi sıravi cəmaat da, avam cəmaat, kim ki, məsələlər də fərqlidir. Var aydın məsələlər, var incə məsələlər, gizli məsələlər, hansı ki, ola çoxsu bilmir. Yəni, düzgün istiqamət verilmir əslində. Düzgün istiqamət verilmir. Bunu eləyə bilər kimlər? Elm tələbələri. Bəli, məsələ, elə kitablar var ki, müəlliflərində problem olub. Hətta əqidələrində. Amma məsələn, görürsən ki, bəzən baxırıq, hansısa məsələlərə, ola bilər təfsirçidir adam, lakin problemi var, hətta etiqad cəhətindən. Amma belə, biz həmən kitabları, elə adamların, kitabların, deyək ki, ümumi sıravi cəmaata hansı ki, ayıra bilmirlər o məsələləri. Demək ki, gedin, oxuyun o kitabları, xeyri götürün, zərəri qoyun. Hansı ki, onlar nə bilirlər, xeyri, zərəri nədir, ümumən. Böyük səhvdir, azdırmaq da cəmaatı. Məsələn, biri deyəcək ki, get Seyyid Qutubun kitabları var, xeyri götür, zərəri qoy qırağı. Aydındır, olmaz, bu mənhəc düzgün deyil əslində. Bu cür tövsiyə düzgün deyil. Ola bilər, onlar hansı alim desin onu. Lakin hansı elm tələbəsinə, amma sıravi cəmaata bunu təqdim eləmək düzgün deyil. Ona görə Mumeyyi cəmaatı nədir? Etiqadda problem yoxdursa, məsələn, ümumən. Lakin mənhəcdə problem varsa, heç də olmaz, bir olaq. Mumeyyilik budur. Çəkindirmə yoxdur. Mənhəc məsələləri bağlayıblar, qoymurlar danışmağa. Gözü gizlində ola bilər danışırlar, amma belə aşkarda özlərini başqa cür göstərirlər. Onların iki sifəti var, ən azı. Yəni, əsas başçılarının. Aşkarda danışırlar bu məsələləri. Düzdür, belə kamera sönəndən sonra danışırlar. Amma aşkarda, yəni biz əlhamdülillah, əksinə kamerada daha çox danışırıq məsələləri. Belə danışmırıq, demək olar, az danışırıq. Yəni, əlhamdülillah, biz aydınıq. Dəvətimiz aydındır, əqidəmiz, mənhəcimiz aydındır. Onlar yox. Onlar oynayırlar. Məsələn, kimsə vəzifədən çıxdı, dəyişdi vəzifə, bunun da əqidəsi dəyişir və ya mənhəci dəyişir, danışığı dəyişir. Biz bunun şahidi olmuşuq.
Ona görə hamısı nədən irəli gəlir? O cəmaatın mumeyyi olmaqları. Və mumeyyilik bir dənə belə ayrıca bir mənhəc deyil, qarışıqdır. Baş açma olmur onlardan. Yəni müəyyən bir cəmaat deyil. Hətta o tələbələr ki var, onlar hamısı bir deyil. Hamısı ayrı-ayrıdır. Lakin nə onları birləşdirir? Mumeyyi olmaqları. İndi o kim ki o qardaşın arxasında məsələn nədir qardaş durub namazı tərk edib, düzgün deyil o. O sələfilik deyil. İndi onlar başqa cəmaatdır. Allah bilir kimlərdir, Allah bilir. Çətinlik adam çəkir, saat hansı mənhəcdədirlər onlar, Allah bilir. Ümumən mumeyyidirlər. Xavaric mənhəcinə daha yaxındır bəziləri. Sadəcə gizli xavariclər gedirlər. Olmaz, namazı tərk eləmək olmaz. Hətta bidətçi deyansa, əsasən də məsciddir, rəsmi məsciddir, imamdırsa, təyin olunub dövlət tərəfindən, onun xası namaz caizdir, səhidir. İndi ola bilər, indi hələ insanlar da var, işlərində elə insanlar, məsələn, onları imam qoymayanda incir deyir, mən dayanmayacam. Deyəcəksən, əlim mənə bəslənəcək, deyir, yox, mən səndən küslənəcək, dayanmayacaq, incir bu. Var elə insanlar var, fikir vermək lazımdır onlara. Bəli. Allah sizdən razı olsun. Şəhsə Allah bərəkət versin. Siz dəfələrlə bu bidətçilərin, hizbilərin fəallarına qarşı, həmçinin o siravilərinə, elimsiz olanlarına, dəvətdə vəbşə heç bir rolu olmayanlara qarşı necə müamilə etməyimiz barəsində necə nəsiyyətlər eləmişsiniz, dərslər keçmişsiniz, şimdi digər sələf elm tələbələri. Amma buna baxmayaraq yenə görürük ki, arada biraz boşluqlar yaranır. Bu barədə bizə bir dənə nəsiyyət eləyərdiniz ki, xüsusən dəvətdə fəal olmayanlar, elmsiz olanlar var. Bunlarla müamiləmiz necə olmalıdır? Ümumiyyətlə, qardaşlar, onlar bizim qardaşlarımızdır. Düzdür, səhvləri var, xətaları var. Xüsusən mən sırava əsasən qardaşlardan danışıram. Elm tələbələri təbii ki, məsuliyyət daşıyırlar. Məsuliyyət daşıyırlar, xavarici gizlədirlər, gizli xavarici məndən də qabaq bilirdilər. Onlar ayrıca onları cavab verəcəklər qiyamət günü. Xəyanət dəvətə xəyanətdir. Amma indi təbii ki, bizdə burada söhbətimiz sıravi qardaşlarımızdan girir, hansı ki, yəni, belə baxanda, məsələn, bizdə də ola bilsin, bəzilər qulaq asır. Onları demirlər. Məsələn, onlara deyəndə, o başçılarına əsasən, cəmaat öz aranısında. Deyir, yox, qamət qardaş, bizim ağsaqqaldır, bizim böyümüz, belə hörmətimiz var ona, bizim qardaşımızdır. Belə efirə belə deyirlər, qaçırmasınlar cəmaat, amma belə danışırlar hər şey. Sıravıları təbii ki, lazım deyil, yəni sərt olmaq. Bilmir, düzdür, taxsir var onda, eybi var, lakin neyiyə, hamı bir istəyən kimi, sən istəyən kimi ola bilməz axı. Ona görə onlarına salam verin, salamlarla, bunu həmişə demişik. Yəni, bilirsiniz, biraz incə məsələdir bu, biraz elə eləməliyik ki, orta mövqeydən çəkilməyin. Bu tərəfə geçsək ümumən yol olacaq, o birisi tərəfə geçsək həddadi. Yəni, bəzi qardaşlar biraz sərt olanda, biraz təhlükəli yola düşə bilərlər, həddadiliyə. Ona görə ehtiyatlı olsunlar. Ehtiyatlı olmasınlar. Yəni, biz özümüz şahid olduq ki, biz gedirik, o qardaşlar gəlirlər, onlar, məsələn, o sıravi qardaşlar, hansı ki, mumeyyilərindəndir, onlar belə şeylər eşitməyiblər. Onlara danışmırlar belə şeylər. Onlar gəlib eşidəndə, onlar bilmirdilər, çox şey, özləri də etiraf edirlər. Biz belə şey bilmirdik, belə bu dərəcədədir. Yəni, sadəcə onlarla münasibət qurmaq müəyyən həddə. Gəlir, əlhamdülillah, qovma. Gəlir, bu gəlsin, salam ver, salam al. Düzdür, müəyyən həddə yenə deyirəm. Yəni, çox yaxınlıq lazım deyil. Belə, məsələn, artıq məclislərinə getməyə. Çünki başlayarlar məclis eləməyə, çağırarlar onlardan, kimsə azmışlardan. Alınmayacaq, düz gəlməyəcək, hələ adamların məclislərində oturmaq. Ona görə sadəcə, amma qaldı ki, ümumən salam almaq, salam vermək. Eyb etməz, burada bir şey yoxdur. Onlara gələndə, sizin məclisə gələndə, onlarda salama olar mı? Əlbəttə, olar. Onlar qardaşlarımızdır, lakin səhv eləyiblər, hələm də dəstəkləyirlər o cür azmışları. Səhv eləyiblər, ancaq onlar bizim qardaşlarımızdır. Bəli. Allah razı olsun.
Şeyh, bir də belə bir YouTube'da bir video paylaşılır. Bu Əşarilər deyək ki, belə Azərbaycandan hətta biri gedib Türkiyədə öz hocasından oturub, biz sələflər də Vəhabi adlandırırlar, bəllidir ki, biz belə bir cəmaata bir şübhə yayırıq ki, Allahın ərşin üzərində, səmada olmasına cari hədisini, Allah ərşə ucaldı ayəsini gətirməyimizi də deyirlər. Sonra hocası da bu ayəni birinci mənaca olduğunu gətirir. Ki, mənaca gələn bir ləfsdir burada. Yəni ki, sonra cariyə hədisini həmçinin yenə də belə mənaca gətirir. Yəni bu kimi güya biz şübhə yayırıq. Sonra danışığının sonunda isə gətirir ki, yəni biz ayəni də inkarləndik, etsə küfrə düşərik. Yəni olduğu kimi qəbul edirik, amma filan mənalara gəlir. Onu da ki, deyirik ki, sonunda deyirik ki, Allah bilir. Sonra da bir dənə də belə ittihamla çıxış edirik ki, yəni biz onları cəhmilərə bənzədirik. Cəhmilərlə eyni olduğunu deyirik. Buna da gətirir ki, cəhmilər Allahın adlı sifətlərini tamamilə inkar edir. Biz isə təvil edirik. İndi biz, məsələn, bunların o gətirdiyi müəyyən şübhələrə bir dənə zəhmət olmasa aydınlıq gətirir. Bir də ki, bizim onlarla... Əslində siz də inkar edirsiniz də. Siz də inkar edirsiniz həqiqəti. Cəhmilərlə sizin aranızda fərq azdır. Yəni dediyim odur ki, yəni bir dənə bunlara da bir dənə aydınlıq. Bilirsiniz qardaşlar, onlar təbii ki, onlar azmış firqədir. Onlar indi təbii ki, onlar birinci əşari deyirlər, maturididirlər. Düz istəyirəm bir dənə. Allah sizə bərəkət versin. Orada onun hocası deyir ki, Allah səmadadır, eləcə də ərşin üzərində olmasına dair Quran və sünnədən bir dənə dəlil yoxdur. Bir neçə də təkrar edir. Sadəcə onlar azmış firqədir. Onlar birinci əşari deyirlər, maturididirlər əqidədə. İkinci, onlar sufidirlər. Üçüncü, onlar sufilikdə hansı təriqətdirlər? Nakşibəndidirlər, ya Duyubəndidirlər və ya Şazilidirlər və ya nədirlər. Üçüncü, onlar mənhəcdə xavariclərdir, təkfirçilərdir. Və orada 4-5 də var, ola bilsin. Birinci biz onları tanıyaq ki, onlar budurlar. Onlar sufi cəmatıdır. Azmış sufi cəmatı. Təbii ki, onlar əqidədə maturididirlər və onlar, mən işləyim ki, qardaş dedi ki, bəs papaq söhbətində biri Talibana oxşayan deyir ki, biz qeyirdik, sən bizi cıtdan dedin də özün gedin. Yox, mən cıtdan papağı görə demirdim. Cıtdan yəni balaca. Yəni balaca böyük danışır. Ona görə cıtdan deyirəm, indiyəcən də. İndi bu birisi şal bağlayıb, başına elə bir Talibandır. Hələ sən özün də cıtdansan balaca. Birinci, elmli adam heç vaxt başqa tərəfi münaqişəyə çağırmaz. Münaqişəyə çağırırsa, deməli, o zəifdir. Çünki ən azından yəni özü hələ arxain olma yenə. Birdən səndən çox bilən olar. İkinci qardaşlar, onlar tafvid əhlidir, tafvid. Onlar o ne üçün deyir ki, dəlil yoxdur Qurandan Allahın səmada olmasına? Çünki onlar bütün o ayələri təvil edirlər. O özü deyir ki, biz təvil əhliyik, etiraflıyır. Hətta deyir ki, sahabələri təvil edir. Yalan danışır. Çünki onların əqidəsi, sahabələrin əqidəsi deyil. Onların əqidəsi sahabələrdən, tabiinlərdən sonra gələn əqidədir. Sahabələrdə o əqidə olmayıb. Ona görə onlar nə deyirlər? Tariqatus sələf əslən. Sələfin yolu daha salamatdır. Lakin tariqatul xələf ələm və əhkəm. Amma sonradan gələnlər isə daha elmlidirlər, daha yəni hikmətlidirlər və ya hökümlüdürlər və bilirlər əhkamları. Bu məsələləri. Yəni onlar əslində sahabələri cahil hesab edirlər. Çünki onlar etiraf edirlər ki, bu sahabələrdə yox idi. Sahabələrdən sonra gələnlərdən danışırlar. Tabiinlərdən sonra gələnlərdən danışırlar. Və açıq aydın təvil edirlər. O ayələr ki, məsələn, Allah Teala buyurur, Ər-Rahman ərşə istiva elədi. Onlar nə deyirlər? İstiva sözün. Mənasını deyir, bilmirik. Onlar mənanı təfvid edirlər. Deyirlər, bilmirik. Sələfilər keyfiyyəti təfvid edirlər. Keyfiyyəti. Mənanı yox.
Biz bilirik ki Allah Taala gələcək. Və cəə rabbuka vəl mələku saffan saffə. Allah Taala buyurur. Allah Taala mələklərin gələcək. Onlar deyir ki, gələcəyi biz isbat edirik, amma bilmirik mənasını. Yəni qəbul eləmirlər o gəlməyi, o hərəkəti. Və ya məsələn, gələndə Ar-Rahmanu aləl arş istəva, istivanı olar, qəbul eləmirlər. Onlar deyirlər ki, hətta mənası, mənacanda bilmirik. O ki, qaldı keyfiyyətin. Məsələn, Allah Taala'nın vəçhi var, əli var. Deyir, biz ispat edirik, amma mənasını bilmirik. Yəni, onların sözünə elə çıxır ki, Allah Subhanahu Taala bizə başa düşməyən dildə danışıb. Necə yəni? Əl biz bilirik nədir. Lakin keyfiyyətini bilmirik. Allahın əlinin. Onlar deyirlər, yox, əl deyirik, əl var, əl deyirik, ispat edirik bu ayrı, amma bilmirik mənasını. Yəni, necə əl necədir və s. Keyfiyyəti inkar elə, keyfiyyəti qəbul eləmə. Bəli, keyfiyyətə varma, amma mənası biz bilirik, Allah Taala əli var. Deyir, yox, onlar nədən qaçırlar? Onlar qorxurlar oxşatmaqdan. Çünki onların etiqadına görə Allahın sifətlərini ispat eləmək təşbihdir. Oxşatmaqdır. Ona görə onlar bizə müşəbbihə deyir. Müşəbbihə deməklə təkfir eləyirlər bizi. Onlar təkfirçilərdir. Çünki təşbih eləmək Allahı yəni oxşatmaq bizə də görə küfürdür. Bənzətmək, bəli. Onlar nə dedilər, əl demək olmaz. Çünki bizim dəlimiz, bilirsən, əl, bəli, insan əli var və həmçinin bu çaniyin də əli var. Oxşayır, oxşarlıq var, yoxdur oxşarlıq. Sən ne üçün Allahın məxluqu oxşadırsan və inkar edirsən həqiqəti? Biz deyirik, Allah Taala'nın əli var, lakin özünə layiq olan, keyfiyyətini bilmirik. Mənanı ispat edirik. Aydındır, vəçfi var, bəli, mənasını ispat edirik. Amma keyfiyyətinə varmırıq. Deyirik, Allah bilir. Necə İmam Malik buyurur. İmam Malik'in rivayətinə şübhə atırlar. Ki, istiva məlumdur, keyfiyyəti məchuldur və bu cür sual. İstiva məlumdur. Onlar deyirlər, yox, istiva məlum deyil. Ona dedi ki, səhih deyil. Hə. Necə yəni səhih deyil? Hamısı bunu nəql edib. Orada bir dənə yerdə qardaş atdı bir dənə o yerin. Hələ belə dedim, bir dənə qulaq asın, nə danışır bu? Hə. Deyir ki, İbn Abdülbar bunu qeyd eləməyib. Baxmayaraq Malikidir. İndi İbn Abdülbar qeyd eləməyib, deməli səhih deyil. Ona yanaşmadı. Hələ elmdir, o elmdir, yanaşıdır. Ona görə bunlar təfvid əhlidir, bunlar bidətçilərdir. Onun içində düşəcək o. Bunlar təhvil edirlər də. Özləri etiraf edir ki, biz təhvil edir, başqa məna verirlər. Məsələn, ərşə mülk deyirlər. Mülk. Və ya məsələn, Allah Taala gecənin 3/1 nazil olması, gah deyir, biri deyir, mələklər nazil olur, biri deyir, rəhməti nazil olur. Aydındır. Hatta istivanı deyirlər, istəvlə, hökmü altına aldı. İstinad edirlər bir dənə şeirə. Hansı ki, ərəb dili alimləri, dil alimləri o şeiri inkar ediblər. İnkar ediblər o şeiri, nisbətin. Heç sənədi zadı yoxdur. Yəni, özləri, hətta cariyə hədisi. Cariyə yəni Muaviyə ibn-i Həkəm Əs-Sülemi. Onun rivayət edir, Səhih Müslim'də bu hədis keçir. Hədis səhihdir. Orada sahabi uzun hədisdir. Orada şahid oradadır ki, biz istədiyimiz yer, sahabi bir cariyəsi var idi. Qoyun, canavar gəlir, o qoyunu aparır. Qoyunların birini aparır. Ona görə dözmür insan kimi deyir, insan idim, qəzəbləndə vurdum. Sonra sahabe deyir ki, qəlbimdən isə qaldı. Gəldim Peyğəmbər sallallahu aleyhi ve sellem, dedim Peyğəmbər sallallahu aleyhi ve sellem ki, çağır onu. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, Allah hardadır? Eyn Allah. Bunlar deyib, belə sual vermək olmaz. O ki, qaldı soruşma aləm. Belə sual vermək olmaz. Hə, dedi, eyn Allah, cariyə de səmada. Dedi, mən kiməm, dedi, sən Peyğəmbərsən. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, mömindir, bırax onu. Azadlıq ver. Bunlar nə deyir? Bunlar deyir ki, bu hədis səhih deyil. Və ya bu hədis muttaribdir. İttirab var. Mənaca rivayət olunur. Hə, mənaca rivayət olub. Yəni, demək istəyib ki,
Yəni şəni böyük Allahın Rəbbi, qədri böyük, hündür. Zatı ilə yox. Bunlar deyir, başqa hədislər var, ləfslər. Orada bir ləfsdə gəlir ki, Ətəşhədu ən la ilahə illallah. Cariyə deyir ki, sən şəhadət gətirirsən, Allahdan başqa ilah yoxdur. Sonra deyir, şəhadət gətirirsən ki, mən Allah tərəfindən göndərilmiş Peyğəmbərəm, sallallahu aleyhi ve sellem. Başqa bir rivayətdə bir zənci qadın gətirirlər. Zənci qadın. Ona deyir, mən Rabbuk, Rəbbin kimdir və s. Başqa bir rivayətdə lal qadın gəlir. Lal qadın gəlir, deyir, Allah hardadır, orada səmanı göstərir. Deyir, mən kiməm, yenə səmanı göstərir. Bu cür rivayətləri gətirirlər, onların səhvi nədədir? Onlar belə təqdim eləmək istəyirlər ki, bu hadisə bir neçə cür rivayət olunub. Amma cavab budur ki, bu hadisələr hamısı ayrı-ayrı hadisələrdir. Ayrı-ayrı hadisələrdir. Hədis səhihdir, Müslimdədir. Və ya deyirlər ki, hətta belə desək ki, səhihdir, əqidədə əhəd hədislər hüccət deyil. Əhəd hədislər, yəni çox yolla gəlməyənlər, az yolla gələnlər, 1, 2, 3 yolla gələnlər əhəd hədislərdir. Qərib, əziz, məşhur. Onlar deyir, dəlil deyil. Yaxşı, bəs siz də deyirsiniz, istivanı istəvlə demək və ya başqa səhih hədislərdə, mutabatir hədislərdə gəlib, yox. Bəziləri hədis deyil, ağlımızdır. Ağlında elm qoydu. Hə? Ona görə qardaşlar, yəni onlar azmış firqədir. Onlar sadəcə bəli təbliğatdan başlayıblar. Görsən ki, Türkiyədə idarə olunurlar. Hələ orada olan deyəsən şeyxlərdir, qeyb yana. Amma onlar sufi cəmatıdır. Hansısa sufiliyin, hansısa təriqəti. Bəli. İmam Beyhəqidən gətirir ki, yəni o deyir, qara dəlili tam İslamdan başqa bir diyarda yaşayan. O başqa hadisədir. Bir onu deyir, uşaq idi, qanmırdı, heç nə bilmirdi. Rasulullah s.ə.v onun öz ağlına görə uyğun sual verdi. Sən öz ağlına görə, Peyğəmbər sallallahu aleyhi ve sellem sən ağıllı çıxdın, yəni düzgün sual verməyib də onda. Düzgün sual verməyib. Danışırlar da qardaşlar, tavil əhlidir onlar. Onlar nə deyirlər? Onlar deyir, biz mənada susmuşuq, mənasında. Amma başqa mənada susmayıblar. Başqa məna verməkdə susmayıblar. Məsələn, o qədər şeylər var, sadəcə mövzu biraz uzun mövzudur. Amma xülasə, onlar azmış firqədir, dəstədir, onlardan ehtiyatlı olun. Təbii ki, xaricdən idarə olunurlar. Təzə çıxıblar və təşkilat da görsənir və hədəfləri əsas bizik. İnşallah onların şübhələrinə hamısına ayrıca dərslər veriləcək. İnşallah. Daima, bəli. Allah müvəffəq eləsin. Orada şagirdi soruşdu, səhabələrin mübarədə olan etiqadları necə olur? O da cavabında eyni ilə demək olar ki, bizi kimi də, yəni ki, necə vəhiy gəlib, o cür qəbul edirlər. Necəliyini, keyfiyyətini barəsində soruşmayıblar. Onlar deyirlər ki, mənasını da soruşmayıblar. Mənası da məlum olmayıb. Yox, bilirdilər sahabələr başa düşməyədə soruşurdular. Sadəcə keyfiyyətə varmadılar. Aydındır, mənası bilinirdi. İstiva məlumdur. İstiva, vəc məlumdur, əl məlumdur. Aydındır. Lakin sahabələr keyfiyyətinə varmadılar. Çünki Allah Teala buyurur, leysə kəmislihi şey. Onun mislində heç nə yoxdur. Və huvə səmiyyul basir. Və o eşidib görür. Və salam, bu ayə açıq aydındır. Aydındır qardaşlar. Yəni səhabələrin etiqadını gətirəndə deyir ki, sahabələr onlar da deyir, təvil etmişlər. Nə qədər bir görə var. Misal gətirdi. Allah Subhanahu da hətta deyir ki, Allah Subhanahu da təvil edib. 2 dənə ayə gətirdi. Deyir ki, Allah hilə edənlərə qarşı hilə edər. Bəyət Allah deyir, hilə edən demək. Haşa. Biz bunu gətirdi, siz o qarşı deyil, mən inşallah onu okusun. İndi danışır da, onu gətirir, o dəlil deyil ki, siz Allahın sifətlərin təvil eləyin. O dəlil demək. O dəlildir. Allah Subhanahu taala elhamdülillah bütün eyib sifətlərdən, naqis sifətlərdən uzaqdır. Elhamdülillah. Allah kömək olsun, Allah bizi sabit eləsin dində. Sadəcə ehtiyatlı olun, onlar uşaq-muşaqdır belə əsasən. Amma o olan, ola bilsin müəllimidir, o idarə edir onları.
İnşallah qardaşlara da tövsiyə edirəm ki, onların əqidəsi barədə ayrıca hamısına aydınlıq gətirmək. Və salam. Allah sizdən razı olsun. Allah kömək olsun. Salam aleykum.